Tədbir iştirakçıları, Mərkəzi Mətbuat Şurasının iclaslarında tarixi şəxsiyyətlər jurnalının yubiley tədbirində görməkdən məmnun duyuruq. Xoş gəlmişsiniz. Əvvəlcə Mətbuat Şurasının sədri Rəşad Məcidin səmimi salamlarını çatdırıram sizə. İş qrafikindən bağlı bugünkü tədbirdə iştirak edə bilmədi. Təbii ki, Əminə xanımla mən çalışacaq ki, Rəşad müəllimi əvəz edək. Tam əvəz eləməsək də buna çalışarıq. Tarixi şəxsiyyətlər jurnalı haqqında qısaca məlumat vermək istəyirəm. Demək ki, jurnal yəqin ki, hamımızın məlumatı var, amma protokol qaydalarına görə verməliyik. Tarixi şəxsiyyətlər jurnalı 2004-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və Dahi qəzeti adı ilə, Dahi qəzeti və jurnal adı ilə bir ildən sonra adı dəyişdirilir və bu tarixi şəxsiyyətlər jurnalı. 21 il və 20 ildir ki, bu adla dərc olunur və hər halda Xəlil müəllim yubiley yəqin ki, biraz gecikib belə başa düşünəm, 21 ildir. Amma hər halda gec olsun, güc olsun, əsas odur ki, tədbir keçirilir. Jurnal 3 dildə nəşr olunur, Azərbaycan, Rus və İngilis dillərində və Rus və İngilis dillərində nəşr olunan jurnallar Yazın Komitəsi vasitəsilə müxtəlif ölkələrdə yayınlanır ki, hansı ki, bu da böyük bir işdir, vacib bir işdir. Azərbaycanın həqiqətlərini, ümumiyyətlə Azərbaycanla bağlı məlumatları bütün dünyaya çatdırmaq baxımından. Bugünə kimi jurnalın 55 sayı işi üzü görür və bu hər bir nömrəsi bir tarixi şəxsiyyətə həsr olunur. Əsas da Azərbaycanla bağlı tarixi şəxsiyyətlərə üstünlük verilir. Məsələn, 2 dəfə jurnal ümumilli lider Heydər Əliyevə həsr olunub, 4 dəfə Azərbaycan prezidenti cənab İlham Əliyevə, bir dəfə vitse-prezident Mehriban xanım Əliyevə, sonra digər bizim tanınmış şəxsiyyətlərdən, məsələn, rəssam Tahir Salahova, akademik Əziz Əliyevə və digər şəxslərə həsr olunur və hər iki dilə tərcümə onlara dünya çapında yayımlanır. Dünyada tanınmış, yəni Azərbaycandan kənarda tarixi şəxsiyyətlərlə bağlı. Xəlil müəllimlə bu barədə biz bayaq söhbət elədik, bəzi insanların adlarını yada saldıq, tarixi şəxsiyyətlərin adlarını yada saldıq. Məsələn, Çexiya prezidenti Václav Klaus, Niderland kraliçası Əlahəzrət Beatrix, Rusiya prezidenti Vladimir Putin, Özbəkistan prezidenti Şavkat Mirzoyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməmmədov. Yəni bunlar əslində siyasi xadimlər, daha çox siyasi xadimlər sayılırlar. Amma həm də ki, bu jurnalın maraqlı cəhətlərindən biri odur ki, digər sahələrə də yer ayırır. Məsələn, əfsanəvi futbolçu Pele haqqında deyə bilərik. Onun haqqında bir buraxılış hazırlanıb. Qardaş Türkiyə Respublikasının qurucusu Atatürk haqqında 2 buraxılışı var. Hazırki prezident cənab Rəcəb Tayyip Ərdoğan haqqında 2 buraxılışı var. Yəni, tam 55 nömrənin hamısını sadalamaq biraz vaxt aparır. Əsas maraqlı olan şəxsiyyətləri də. Təbii ki, hamısı maraqlıdır, amma bizə daha maraqlı olan şəxsiyyətlərin adlarını çəkdik. Demək, jurnal bugünə kimi bir çox yerli, yəni ölkədə və xaricdə fəxri fərmanlarla, diplomlarla təltif olunub. Təbii ki, bu jurnalın kollektivinin halalıdır və bugün Mətbuat Şurasının adından biz də bir diplom təqdim etmək istəyirik ki, o siyahı biraz da genişlənsin. İcazənizlə əvvəlcə Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə xanım Yusif qızı həmin diplomu təqdim edirdi Xəlil müəllimə. Daha sonra Xəlil müəllim ürək sözlərini deyirdi və bir də adətən bizdə iclaslarda təqdimat moderator tərəfindən olur, amma burada iştirak edən insanların əksəriyyətini tanıyıram, adları tanıyıram, şəxsini tanıyıram, amma səhv edə bilərəm. Ona görə bu məsuliyyətli işi Xəlil müəllimin öz ehtiyasına bırakacağım. Yəqin ki, problem olmaz. Bəli, bax, yəni,
Fotoğrafına bakın. Təbrik edirəm. İndi gəlin belə ortada qoyaq. Çəkək ikimiz də tutar. Bax belə. Bir də təşəkkür. Təbrik ederim. Bir dəqiqə dayanın istəyir. Yox, buna. Yaxşı olacaq. Hemen buyurun, söz sizindir ve konaklarınız. Mən sizin hər birinizə xoş gəldin deyirəm, zadından da, dərslərdən deyirəm. Burada hamınız mənə doğma, hamınız mənə həyatın müxtəlif sahələrində, müxtəlif vaxtlarında məndən birgə ünsiyyət olmuş insanlarsınız. Hamınız Azərbaycanda tanınan insanlarsınız, nüfus sahiblərisiniz, öz iziniz, öz dəsti xəttiniz olan adamlarsınız. Bir də xoş gəldin dedik. Sağ olun ki, belə bir günləşəcəksiniz. Bəli, tarixi şəxsiyyətlər jurnalı. Hansı ki, mən onu bildir ki, orada balaca bir ekskurs muzey yaratdı. Orada bütün ilk nömrəmiz var. Demək, ilk nömrəmiz bizim bu jurnalın 2005-ci ildə, mayayın 5-də çap olunmuşdur. Baxın, mayayın 2005, 25, mayayın 20-də mən bunun təsisçisi, bunun başıdadır və bunun cəfərkeşiyəm. Bax, burada mən sizə hörmət mənim, bax, burada əyləşən insanlar hamısının 20 dərsində bu jurnalla müəyyən bağlılıqlar olmuşdur. Bunlar burada hər biridir. Məsələn, mən burada başdan elə bir qeyd edəcəyim hamını. İlk növbədə bax, qarşınızda oturan bir general görürsünüz. İlk dəfə mən jurnal buraxmaq istəyəndə 2005-ci ildə. Hələ biz onunla məsləhətləşirdik. O adam döyüşdən, qandan, qiyamətdən çıxmış 200-300 indi öz danışında deyil, 300 Azərbaycan əskərinin cəsədini döyüş meydanından çıxarıb aparı sahibini verib bastırdı. Bax, qarşınızda oturan canlı qəhrəman. Ona görə xalqına general deyir. O xalqın generalıdır. Eşq olsun, təbii. Çox. O da Hacı Cəbrayıl oturur. Bir baxın. Bizim ən gözəl Azərbaycan jurnalistlərdən biri. Hələ biz mətbuatda xırda-xırda adım atanda, bax, bu mənim yanına gedirdik. Bizi çap edirdi. Çox dərin analitik yazıları olan bir insandır. Bax, bugün Azərbaycan mətbuatı, ona görə xoşbəxt mətbuatdır ki, Azərbaycan mətbuatının sizin kimi dayaqları var, bəli, xanım, beni. Azərbaycan mətbuatının, bax, belə fədakar insanlarıdır. Bunların hesabına Azərbaycan mətbuatı, pulsuz, parasız, az maaşla, bax, bunlar qəhrəmanlıq elə budur da, fədakarlıq elə budur. Təşəkkür edirəm sizə. Sağ olun. Tanış olun, mən yanında əyləşmiş, bax, Hüseyin Vaqif, biz onunla 1973-cü ildə, sentyabrın 1-də ilk dəfə Azərbaycan Neft və Kimya İnstitutunun məzunu olmuşuq və o gündən bugünə qədər biz birimizdən halal dostluq edirik. 50-dən çoxdur. Bax, qarşınızda baxın, Azərbaycanın, mən indi özünə xoş olmasın, Azərbaycanın sözün əsl mənasında Ozanlı Dələ Qorqudur, qələm sahibi, vətənpərvər bir insan, ürəyi, millətlə, xalqla döyünür, bütün tədbirlərlə işlək insan. Bayram müəllim, təşəkkür ederim. Mən hər biriniz təşəkkür ederim. Sizin gözəl şeyləriniz insanlara ləzzət edir, yazılarınız xüsusi zövq verir. Hanım, Azərbaycanda müəllim, ümumiyyətlə filosofiya, yəni fəlsəfə elmi çox zəifdir. Düzdür, bunu mən bilirəm. Döyüş orada çox generallar, akademiklər var, adını şeydir. Amma o xanım, onun yazdığı kitablar, onun yazdığı zəif məsələlər, onun yazdığı problemlər bugün İngiliz dilinə tərcümə olunur. Bugün o Rus dilinə tərcümə olunur. Bax, qarşınızda görürsünüz, canlı bir insan. Sonra biz əyləşən Əlbəndə müəllimdir. Əlbəndə müəllimdən 15-20 ildir ki, bu jurnal vardır. Jurnalımız həm sponsordur, həm jurnalın dəstəkçisidir. Ən gözəl bir insan, ədəbiyyatı sevən, mətbuata dəstəkləyən bir kişidir. Çox böyük vəzifə sahibləri olan bir şey. Əlbəndə müəllim, xoş gəlmişsiniz. Sağ olun, çox sağ olun. Təbrik edirəm. Sağ olun, təşəkkür edirəm mən də. Qalib müəllim elə bilən təqdimat ehtiyac yoxdur. Azərbaycanın ilk qədəm sahiblərindən, dövlət orqanları, qəzetləri, xalq qəzetləri, kommunist qəzetləri işlərinə bax. Qarşımda bir baxın, o saçlarını, o qələm, o yazılarlar aradı. Qalib müəllim, xoş gəlmişsiniz. Sağ olun. Sizin yazılarınız, çoxlarının, mən yaşlı insanların hamımızın yadındadır. Hamımız sizin yazılarınızı, özdə gözəl o çəkləri. Yəni, bədii ədəbiyyatçı da siz yaşlı etibarının üzrüdür, tutmaya bilirsiniz. Gözəl. Gözəl müəllimdir. Mən bunu yazarım. Bu mənim kənd çimdir. Mənlə bir demək olar kənddə bir sinif oxumuşuq. Azərbaycan Neft Institutunda bir yerdə təhsil almışıq. Sonra həyat bunu göndərdi, hara bilislərə, buradan düz Vietnamla. Ömrünün 20 ilini Vietnamda Azərbaycanı təmsil edən bir insandır. Vietnam, doğrudan zərbat deyildir. Vietnam buradan uzağa yolu deyil.
Bilirsiniz, Vyetnamda Azərbaycan neftçilərini, Azərbaycan geoloqlarını təmsil edən bir insandır. Eşk olsun. İndi isə biz onunla qoyunda qabaqdan gəlmişdik olmasın deyə biz Vyetnam haqqında bir jurnal var. Elmi rəhbəri, əlbəttə ki, Məmmədov, siz olacaqsınız. Ona görə o buradadır. Mənim xahiş etdi ki, axırda deyək. İndi axırda deyəklər, kim dayandırır mənimi, kim tanımır? Mahnı da var elə. Kim tanımır Azərbaycanda? Yasar Bediyenin simasıdır bu adam. Bu adam bütün qələm sahiblərinin həyanıdır, dayağıdır, dostudur. Mən soruşanda bulunmalı telefonu, dedilər ki, siz bu camiyyədə mənim yeganə adamsınız ki, Azərbaycanda. Mənim telefonumu bilirsiniz. Qəzarə çəkir. Utandım özünü. Mənə xoş gəlmişsiniz. İndi bizim bir layihəmiz var, onu da gizlətmək deyil. Yaşar Bediyenin səhri, anar mənim vaxtında jurnal hazırlamışıq. Mənim gətirib, nümayiş ediləcək. Biz onu bir yerdə də bıraxacaq. Bu mənim o jurnalın layihə rəhbəridir. Sizə xüsusi təşəkkür edirəm, müəllim. Bu işin hazırlığını, tədbirini keçirmək üçün ilk gündən bizə dayaq, ilk gündən bizə tapşırıqlar verən, sağ olun. Nə yaxşı ki, mətbuat şurası var, nə yaxşı onun sizin kimi işçiləri var. Və ona görə biz öz evimizə gələn kimi gedirik. Əslində, bu bizim evimizdir də. Biz yazıq bizim evimiz. Təşəkkür edirəm. Kərim müəllim, sizdən dünəndən mən çalışıram. General dediniz, yəni həqiqətən gördüyü işlər Azərbaycan üçün, xalqımız üçün çox böyükdür. Amma indi gələndən də mən çalışıram, adını, soyadını öyrənim, hələ deməyibsiniz. Bizim generalımızdır. Onun adını soyadı general. Rümana xanım təqdim edir. Çox təhlükə xanım, çox Tarix Araşdırmalar İctimai Birliği'ndə müavin vəzifəsində daşıyır. çox şərəf, çox Allah rəhmət eləsin şərəflərimiz. Allah məkanlarını cənnət Allah səbir versin. Onların hesabına biz bir gün burada Şey rəsmi isə söz verək biz. buyurun. İlk olaraq xanımlara söz verməliyik də, bizim filosof xanımımız. Buyurun, siz danışın. Ağlayıp düşünək, hər şeyi gələk, hər sirri açmaqla hünər göstərək. Yerləri, göyləri seyr edək bir də, asılsın kainat düşüncəmizdə. Daha şəxsiyyətlər dedikdə əlbəttə Nizami Gəncəvidən başlaya bilərik. Yəni, gözəl bir təqdimatdır, dahilər, yarpaqlarından qabaq ölən ağaclar kimidir. Yəni, dahi adamlar ölsə də ayaq üstünündə bunlar tarixə salım verirlər. Necə ki, Nizami Gəncəvi öz muzeyinə şəhərin sağından baxır. Belədir yəni, həyat. Xəlil Qarahimədov barədə bir iki söz yazmışam, burada yazmışam. Onu bir balaca sizin üçün səsləndirmək istəyirəm. İstiqamlı baharın təlaş içində fısıldayan xatirələrinin aydın kompaslar seyrində layaq ruh hökmranlığı improvizə edən kəsişən yollardan parlaqlığa məhəl qoyub, həyatı ömür külək addımlarını tarixə köçürüb. Yıldırım qurtuluşundan sonra gələn sükutu tarixi şəxsiyyətlər jurnalında müqəddəs həyat duaları kimi sözdən namaz qılan insan Xəlil Qarahimədov. Öz dahi şəxsiyyətlər jurnalında müqəddəsliyi, əbədiyi efirə çıxarıb. Ulduzları sözlə qucaqladan qəlb gücü ölməzliyi yaradıcılığın gözəllik səltənətində susmuş nəsiyyətləri dilə gətirən insan Xəlil Qarahimədov. Elə bir yatıbdır. Günlər içində cismani yoxluğu ruhumu kəsir. Ruhu mələklər verib baş-başa səs olur, söz olur, bizimlə gəzir. Xəlil müəllim, sizi bu 20 illik münasibəti ilə təbrik edirəm. Məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Məni bura gətirən, vasitəsi olan gəlməyimə Bayram qardaşa öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Dostlara hamısına salam deyirəm. Var olun, təşəkkür edirəm söz mənə verdiyiniz üçün. Sağolun, milyard tərəfindən qoymadığınız məmnuniyyətlə cavab edən güzəldir. Sözü Qarı müəllimə vermək istəyirəm. Baxın, yoldaşlarsınız. Bax, qarşımda bu jurnal var. Mən burada oturam. Dostlar, mütəyəssiz oturub danışmaq üçün deyil. Yox, narahat olun. Yaşlı adamsın. Mən burada oturam. Mən yaşımlıyam. Deməli, mən burada gələn dostlara, həmkarlara salamlayıram. Xoş gəlmişsiniz. Xəlil məni təbrik edirəm. Bilirsiniz, burada
qardaşımız qeyd elədi, bu jurnalın hardasa yuxarı aşağı 50 nömrəsi çıxıb, hər biri 100 səhifədən 5000 səhifə edir. 5000 səhifə baxmaq özü bu cür çətin zamanda doğrudan da çətindir. Xəlil oradan da çox böyük çəkir. Bu jurnal elə bir jurnaldır. Burada həm tarix şəxsiyyətlər, həm müasir siyasətçilər, başda Heydər Əliyev, Rəcəb Tayyib Erdoğan, Putin olmaqla siyasətçilər, bizim məşhur din xadimləri, Allah şükür Paşazadə haqqında bunlar jurnal rəqəmlər qeyd olunmadı. Fəttah Heydər haqqında xüsusi buraxılır. Yəni, bunlar hər bir əziyyət. Mən bu jurnalı buraxanda biz Xəlillə yerdə işləmişəm, onun çəkdiyi əziyyətləri bilirəm. Və mən yoldaşlara dedim ki, bir İngildə qəşən sözü var, deyir ki, qəzetdə qəzet edir, onu saxtıran 3 dənə estir. Skandaldır, sensasiyadır, seksdir. Əgər bunlar olmasa, qəzet satılmır. İndi Xəlilin, bizim qardaşımla yəni jurnalda bunlar bu 3 es yoxdur. Ona görə bunların əziyyəti, valla mən deyərdim, sizif əziyyətidir. Bunlar deməli, çətinliklə qayanı qaldırırlar, dağın başına sürüşür, təzə gəlir. Yəni, bunlar bu cür əziyyətlə bunu buraxırlar, sağ olsunlar da orada. İndi, yəni, bir söz düşdü, Sovet dövründə qəzetlərin yaxşı satılmağına, oxunmağına. Bilirsiniz, Sovet dövründə qəzetin biri hardasa 1 manata başa gəlir, 3 qəpiyə satırlar. Bizdə amma qəzetin biri 30 qəpiyə başa gəlir, 60 qəpiyə satırlar. Ona görə nə alan yoxdur, nə oxuyan yoxdur. Həm də bizim cəmaat, bilirsiniz, baxan cəmaatdır, oxuyan cəmaat deyil. Yəni, bizim mətbuatın belə çətinlikləri var. Mən sizə uğurlar arzulayıram. Doğrudan da bu çətin işimizlə, bu şərəfli əməyimizlə. Sabah biz hamımız dünya dalğanın altında gəzirik, ölüb gedəcək. Amma bu jurnallar qalacaq və səni yaşatacaq. Mən uğurlar arzulayıram. Jurnallar Axundov kitabxanasında verilir. Bütün ali təhsil məsələlərinə pulsuz nəzərə alır. Pulsuz. Kitabxanaların hamısı pulsuz. Yəni bu hər 500 çapdan 150-si Milli Məclisdən tutmuş paylanmaqlandır. Bu paylanır. Yəni sırf Axundov kitabxanası ümumiyyətlə bizdə neçə illərdir mətbuatın artıq Orada məndə 20 jurnalım olaraq hardasa bir köşəsində var. Müxtəlif illər, bu illərdə 20 hadisədə jurnalım var. Mən bir araş verim. Mən Axundov kitabxanasına nəşriyyat özü göndərir. O xəlillər. Nəşriyyat özü göndərir. Nəşriyyatın borcu. O həm də qanunla tənzimlənir ki, elə qayda var. Yəni, nəşriyyat mütləq hər çap elədiyi şeyi, kitab, vəziyyət fərqi, bilmirsə, Axundov kitabxanasına gedir. ona siqnal nömrələr deyirlər, göndərilir. Hörmətli iştirakçılar, əlbəttə deyirsiniz müəllimə və Dəndur müəllim çox üzüzdür. Pardon, Dəndur müəllim. Buyurun, sizdən bir böyük layihə edirik. Buyurun, işimiz var. Xəlil, təbrik edirəm. 20 il balaca vaxt dövr, 20 il çox böyük bir dövrdür. 20 ilə, deyilmə, ölkəm olmalı. Mənki yetişmək filan mənim. Böyük bir iş görmüşəm. Və deyim ki, bu jurnalların əksəriyyətinin çapında iştirak etməsəmdə, yəni oturub məsləhətləşmişik, zəng edib, soruşum, nə edib. Mən biraz məlumatlıyam da, məsələn, kimin telefon nömrəsi, kimin lazımdırsa, hamısı mənim yanıma gəlir ki, deyirəm, bircə İlham Əliyevdən başqa hamının telefon nömrəsi mənim də var. Gəlir, yəni, bu da özü nə qədər zəng edib telefon nömrələri istəyir. Valla, bunların hamısını eləmək, elə belə iş deyil. Bax, müəllim dedi, oxuyurlar, oxumurlar. Vərəqləyir belə. Belə vərəqləyir. Bir dənə hərf səhv tapır. Orada bir hərf səhv var. Bir yazını oxudu, içində görünən var. Hərf səhv var da. Deyək ki, filan yerdə də filan cümlə yaxşıdır, filan misra yaxşıdır, filan bizimkilər belədir. Amma hamısı yox. Adamlar var ki, onlar oxuyurlar. Məsələn, 7-8 adam var ki, onlar mənim kitabımı oxuyan ki, mənə zəng edirlər ki, filan şeirdə belə bir yer demirsən, çox xoşuma gəldi. Bəlkə də zəifi də var, bu zəifi demirlər. Amma o oxumayanlar ancaq səhv tuturlar. Qardaşlar, bir də mən də təbrik edirəm. Səndən biz də ardasa 15 ildir çoxdur ki, dostluq edirik. Bizi Zəminə xanım olurdu da. Zəminə xanım. Əminə xanım. Əminə xanım. Əminə xanım. Siz Yevlaxdansınız da, elə mi? Bəli. Sizin bir yeriniz mənim yaxın dostumla, o bana dedi ki, mənim yerim sizə işləyir. Orada uzun müddət kolxoz çadırda işləyir.
Teoman Samadov. Güzel. Ben bunu bildim ki... Yaxın dostsunuz. Yani bir şeyle sizden, siz olmayanlar sizden danışırıq. Yani yaxşı Çok mənada. sağ olun. Deməli, nəyə deyirdim, yadımdan çıxdı. Təbii ki. Əsas odur ki, işi görəsən. Üzeyir Hacıbəyev deyir ki, Üzeyir Hacıbəyev təzə yaxşı bəstəkar deyil, böyük bəstəkar deyil, həm də böyük publisistdir. Bunun haqqında da Deyir görürük, qonşular it boyda iş görür. Biz deyirik ki, yani, biz eşek boyda iş görürük. Sonra qonşular eşek boyda iş görür. Deyir ya, biz at boyda iş görürük. Uzatmaram onu dediğim. Nəhayət deyir, qonşular fil boyda iş görəndə nə qədər fikirləşirik, fildə ilkə bir şey tapdırıq. Tez deyir ya, gəlin bizdə fil boyda bir işi görək, ortaya qoyaq görsünlər bizim işimiz var. Film bir ayağı düzəldik, görürük bizlik deyil. İçimizdən biri deyir ki, keçək dəva boyda iş görək. Dəva da düzəldə bilmirik, atı da düzəldə bilmirik. Qonşuların ilk dəfə düzəltdiyi iti də düzəldə bilmirik. İçimizdən biri yazıq deyir ki, heç olmasa gəlin sıçan boyda bir iş görək, görsünlər bizim işimiz var. Sıçan boyda işi bir görüp ortaya koyan kimi içimizden bir pişik çıxır, sıçanı yiyir, ayağımız qalır boşdan. Biz belə bilmədik. Və yaxud Axundovun sözüdür. Yəni mənim sözümdür. İndi mənası yaxşı olmasa da onun sözüdür. Həsən bəy bunun tələbəsidir, gəlir ki, gil eylənir. Deyir ki, Mirzəli, oğlum, niyə gil eylirsən? Deyir, ay Həsən bəy, bir qədər yazırıq, bozuruq. Bu adamlar düzəlmir, insanlar düzəlmir. Deyir, Mirzə, bax, uşaqlar oxuyurlar, sonra qardaş bacılarını öyrədəcəklər. Onlar da birisi qardaş bacılarını öyrədəcəklər. Və belə hamı savadlanırlar. Deyir, Həsən bəy, mən ölür səndirim, mən səndən yaşlıyam. Bu eşiyyətdən doğulan gəl eşiyə olur. Deyir, baxıram ki, jurnalistlikdən gəlirik. Qardaş, gündə 50 dəfə görür. Ata oğuldan oğurur, oğul atadan oğurur. Vəliyyətdir. Ata ilə oğul küsülür. Nədən qalırsa, bir iş yox. Nədən ötürü dünya maqul. Yaxşı elədim. Qardaş, səni bir də təbrik edirəm. Çox danışmadım ki, mən zəmmət. Və bizdə şey isə, nətər deyim, nə tutum deyim, İrad tutursun. İrad tutum ki, sən gərək o nefti kimyanı qutarmışdın, onun dalınca gidirdi. Güyüm sizdə varlı bir dostumuz olardı. Ona söyləyəcəm, yaşayardı. Mən də kifayət qəsdim. Təbrik edirəm. Sağ olun, təşəkkür, sağ olun. İcazənizlə mən bir də deyim, hər kəsə 5 dəqiqə kifayətdir də danışmağa, hamı danışacaq. Təbii ki, çünki biz burada çox istifadə edə bilmərik. Cəbrəl Hacı. Bu Osaqallar şeylər ana redaktoru. Dostlar, bu illər ərzində bu jurnalın hansı çətinliklərlə, hansı əziyyətlərlə, hansı deməli əsəb və sinir gərginlikləri ilə başa gəldiyini mən çox yaxşı bilirəm. Əvvəla mən özüm də Bakı Millətin Universitetinin jurnalistikasını bitirmişəm və uzun müddət mətbuatdayam. Bundan əlavə Hacı Xəlillə biz məsləhətləşmişik, əməkdaşlıq eləmişik, dostluq eləmişik və davam edirik. Ürəkdən təbrik edirəm jurnalın 20 ilini. 20 il ərzində 55 say buraxmaq, bu 55 şəxsiyyət haqqında yarazılıqdır, onların həyat və fəaliyyəti barədə oxuculara bilgi verməkdir. Tarixi şəxsiyyətlər jurnalının ən böyük rolu, əhəmiyyəti ondan ibarətdir ki, demək, heç kimə sir deyil ki, indi hal-hazırda Azərbaycan mətbuatında bir tənəzzül dövrü yaşanır, bir kağız mətbuatının xüsusi aradan çıxmağı və internet mediasının daha çox üstünlük qazandığı bir dövrü yaşayırıq. Doğrudur, bununla paralel bizdə bir beynəlxalq jurnalistika adında bu ümumi Azərbaycan milli mətbuatının bir qolu inkişaf edir. Buna görə də biz Cənab Prezident İlham Əliyevə borcluyuq. Çünki bu istər demək bu zəfər müharibəmizdən əvvəlki dövrdə, istər müharibənin içində Cənab Prezident xarici medialara verdiyi müsahibələrində Azərbaycan jurnalistlərinə bir dərs keçdi, yəni bir məktəb oldu. Və Hacı Xəlil də və tarixi şəxsiyyətlər jurnalının kollektivi də bu jurnalı hazırlayıb, aliyə ərsəyə gətirərək, dünyaya təqdim etməklə məhz Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Və bu da mən yenə də bir haşiyə çıxaraq demək istəyirəm ki, xüsusən Türk dünyasının birliyi ilə bağlı tarixi şəxsiyyətlər jurnalının verdiyi töhfə əvəzsizdir. Cənab Prezident özü də demək, bir müddət bundan qabaqki çıxışlarında dedi ki, bizi heç yerdə gözləmirlər, bizim evimiz Türk dünyasıdır.
və Tarixi Şəxsiyyətlər jurnalının deməli, nömrə say həsr elədiyi şəxsiyyətlərdən böyük bir hissəsi, əksəriyyəti Türk dünyasının, Türk dövlətlərinin liderləridir. Bundan başqa Tarixi Şəxsiyyətlər jurnalının mənəvi, əxlaqi dəyərlərə verdiyi qiyməti qeyd etmək istəyirəm. Qalibman da qeyd elədi. Bu şəxsiyyətlər içərisində Allah şükür Paşazadə var, Şeyxülislam, ikinci Aleksi var, sonra da bir Roma Papası var və digər adamlar var. Bu da Azərbaycan mətbuatında bir o qədər də geniş yer verilməyən mənəvi, əxlaqi dəyərlər və şəxsiyyətlər üçün bir şəraitin yaradılması deməkdir. Demək, jurnalla bağlı inşallah danışılacaq da Hacı Xəlil bir şəxsiyyət kimi çox zəhmətkeş, çox belə məqamlı bir insandır. Nətər deyərlər, öz jurnalı üçün, öz dostları üçün, Azərbaycan mətbuatı üçün, o öz daxilindəki qüruru sındırmaqdan, o Azərbaycan mətbuatının əskəri olmaqdan, nətər deyərlər, bir zəhmətkeş olmaqdan heç vaxt çəkinməyib, heç vaxt kənarda dayanmayıb. Hacı, mən sizə bir münasibətinə təbrik edirəm. Bir daha inşallah ki, Allah qismət eləsin ki, bu jurnalın sizin daha böyük hüquqlərinizə qapılar inşallah iştirak edək. Mən sözümün sonunda Azərbaycan Mətbuat Şurasının rəhbərliyinə, kollektivinə, şəxsən Rəşad müəllimə öz təşəkkürümü bildirirəm. Çünki Rəşad müəllim gələndən sonra, yəni özü burada yoxdur deyə daha rahat çıxış edə bilərəm. Özü olsaydı biraz üzgörəli olardı. Azərbaycan Mətbuat Şurasında bu masanın ətrafı doldu, bu masalarda tədbirlər keçirilməyə başladı. Az qala biz hər gün bu qurumda bir tədbir keçirilməsinin şahidi oluruq. Mən xatırlayıram ki, Dayandım müəllim, Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinə gələndə də Nativan klubu sizin də orada çox zəhmətləriniz oldu, dolub daşmağa başladı. Mənim də azıb gəlmişəm dünyaya şeirlər kitabımı orada Rəşad Məcidin moderatorluğu ilə biz deməli təqdim elədik. Fevral ayında da məni çağırdı bura, 65 illiyimi təbrik edirəm. Orada burada şəkil. Bir daha təbrik edirəm. Yəni Əminə xanım, İlqar müəllim, sizlərə təşəkkür edirəm, var olun deyirəm. Bir balaca da bir qeyd demək istəyirəm ki, yanımda oturan xanımla bağlı, Allah qardaşlarına rəhmət eləsin və General Əli bəylə bağlı biz İlqar müəllim bir xarici ölkədə bir tədbirdə idik. Deməli, tədbir Məhəmməd Füzuli ilə bağlı idi, Əminə xanım. Məhəmməd Füzuli ilə bağlı idi. Orada bizim filolog alimlərimiz var idi. Mən də həmin qrupa düşmüşdüm, bir jurnalist kimi. Deməli, orada bizim alimlər çıxış edədilər Məhəmməd Füzuli ilə bağlı. Burada bir şovinist onların, bu ölkənin bir alimi, çəkmirəm, çıxdı, dedi ki, Füzuli bizim şairimizdir. Düzdür, bizim alimlər ona cavab verdilər. Fasilədə o şovinist təzdən biz dəhlizdə bir yerdə toplaşıb cənab yerdə aldı. Toplaşıb söhbət edirdik. Amma danışan şovinist alim bizə yaxınlaşdı. Dedi ki, siz elə dəyərlərinizi qoruyansınızsa, gedin erməninin əlindəki torpaqlarınızı və qız gəlinizi azad edin. İnanın ki, bu söz bizə güllə kimi dəydi və şükürlər olsun Allaha ki, bugün o xəcalət yükünü bizim şəhidlərimiz, bizim qazilərimiz çiynimizdən götürüb yerə qoydular. Yəni, Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin və Həzrət Peyğəmbərimizin bir hədisi var, deyir, şəhidlər 70 arxa dönənlərinə şəfaətçidirlər. Mən də bugün bu tədbirin iştirakçısı kimi bir şeyə arxayınam ki, burada kamerada çəkir, bizim çiynimizdəki mələklər də çəkir. Mən bu xanımın yanında əyləşdiyimə görə mənim günahlarım onun qardaşlarına xatir, bəlkə də bir çoxu bağışlanacaqdır. Allah rəhmət eləsin. Ben bir şey demek. Deməli, bir jurnalına çıxmayıb, yəni oxunacaq, eləyəcək, qutaracaq, ondan sonra başlayacaq çıxmağa, hələ əlamələr olacaq. Bu, Anar müəllimə həsr olunur. Bu isə, mən Urdu jurnalının Payızı şöbəsinin müdürüyəm. Jurnalın növbəti nömrəsini indicə götürmüşəm, yana görə gecikdim. Bunda Mətbuat Şurasına şəxsən sizə hədiyyə etmişəm. Buyurun sizə. Amma bir şərtlə vereyim. Sizin məsələyinizi bir dənə şəklinizi çəkəcəm. Gedən baxarıyım, qutarında. Çok sağ olun, teşekkür ederim. Söhbət qazilikdən, vətənin müdafiəsindən getmiş. Bax, bu yerdə hörmətli Əli bəy, hörmətli general. Mən sizə xüsusi rəğbətim var, bilirsiniz. Yəni, o rəğbətin kökü çox gənclikdən başlayır. Buyurun, söz sizindir. Hər birinizi salamlayıram. Mən bir hərbiçiyəm. Amma Rübətə də Xəlil müəllimə gedir. Mən 20 gün öncə gördüm ki, hər şeydən əlim üzülüb. Dedim ki, özümə bir muzey yaradacağım. Bir dəmir qazıram.
meşoklardan torpaq çıxardıram. Bir də günüm Xəlil müəllim gəldi müzeyə girdi. Mən də köynə, kösük paltarda şəklində kitabata salmışam. Dedi, Agirlər, belə bir jurnal çıxartmaq istəyirəm. Belə bir məsləhət icazım vardı. Oturduq, onda hələ tamamlanmamışdı muzeyi. Mən bu insana böyük simpatiyam var və vətənə bağlılığını da görmüşəm. Bizi günahsız, nə deyir o, Heydər evlidir, deyirdi ki, belə bir insan yox, onun günah olmasın, səhv olmasın, səhvi Tanrı bağışlayandır. Biz 88-ci ildə Qərbi Azərbaycandan gəldik. Qətərdə mədəniyyət evində işlədik. O mədəniyyətlər bizim də sizdə mənim haqqında da məlumat olmuşdur. Mən yarın bu müzeydə sizi ziyarət eləmişəm. Çox sağ olun. Amma yenə deyirəm, bu mövzunun içərisində bir məqama toxunduq ki, söhbəti şəhidlərdən salınır. Doğrudan da biz evdə çörəyi loğmamızı ağzıma qoyanda da gülərüzlə qoyduq. Həmişə mənə deyirdi ki, Əli bəy, niyə köynə paltara gəl? Deyirəm, əlim gəlmir, tədə paltar geyirəm. Mənim dostlarıma nəsib olmadı. Mənim yanımda minlərlə Qarabağ şəhid oldu. İndi şükürlər olsun ki, torpaqlarımız azad olub. Amma nə qədər də azad olsa, biz o yükü daşıyan oğlanların həmişə şərəfini qorumalıyıq. Mən bu yaxınada Adil Əliyev mənim dostumdur. Ona qabaq mənim də muzeyimdə olub. Və mən ona dedim ki, biz bir tədbir keçirək bu zəfərlə bağlı. Bu şəhidlərimizin şəkillərinə bir monitor keçirək. O da razılıq verdi. İndi Allah qoysa Xəlillə başda olmaq şəklində adı olacaq. Təbii bunların adı başqa deyildi. Biz də çıxanda öz səhifəmizdə qeyd edəcək ki, Tarixi Şəxsiyyətlər adlı jurnalı bugün təqdimat getdi. Planketlər orada iştirak edildi. O da bizim üçün çox önemli bir şeydi. Amma bugünkü gündə yenə bizim hələ erməninlə bağlı o məsələlər buradan danışıram. Və məni o dərəcədə tanıyan Adil Əliyev özdən mənim muzeyimdə 4 saat saxlamışam. Ki, tam həkk olunsun beyninə ki, hələ bu spikerlər doğru gedirdi. Günlərin bir günü Milli Məclisdə qalxacaq və deyəcək ki, Azərbaycanda da belə bir insan var. 950 şəhidi səbəbkarıdır. Əvvəl Heydər evli səbəbkar, mən deyirəm. Mən 91-ci ilə yanına getdim. Dedim, ermənilər belələşirlər edir, meyitləri təhqir edirlər, ayaqlarını cüzganə kəsirlər. Bu da məndə çoxdur, çoxlarını görüb, amma o gün mən məhkəmədə çıxış edəndə ki, hərbi cinayətlərin üzərinə açıram, baxın. Sifətini soyub, Bu məhkəməyə təqdim elədi, olar? Elədim, orada deyirəm. Yox, indi iştirak edirəm orada. İndi sabahlarım. Söz deyirdi ki, ara terörçün məqib, ben elə qılqım məqib. Hər adam erməncə bilmirdim, amma mən erməncəni bildiyimə görə uşaq baş-başa kimi. Ta gedib o hadisəni görəndən sonra qoydu başladı ki, ayşə, yox, mən də belə edəcək. Yəni sizinkilərdən biri tutmuşum, sünnət edir. Təsəvvür ölülmüş Azərbaycan zabitinin altına yerində minə qoyurlar. Bir yerə ölüdən 5 nəfər adam ölə bilərdi. Onu da. Teymur adında olan, mən adlarını Zumana xanımla Məşəd müzəyə gələndə də demişdim, adlarını niyə yazmıram? Yazmıram ki, birdən qəfil anası çıxar qabağıma, qəfil qardaşı çıxar. Necə deyim ki, balanı ermənilər bu günə qoydu. Baxın, başını kəsdi verdi mənə. Mən deyirdim, bunlar hamısı hərbi cinayətlərdir. İndi sağ olsun ki, hərbi məhkəmə... Muzey haradadır? Bəli, Muzey haradadır? Şamaxınkada. Biz yaxınıq birbirimize. Bax, öldürəndən sonra təhqir oldu da, yəni meyitləri yandırırlar. Məndə 950 foto şəkil var, onların 938'i tabi bir yerlərə vermişəm. Cəmi o 2 nəfərim qalıb, bu bir o sifəti soyulandı. Yəni ölümündən qabaq, əsir düşüb götürüb burada bizim o atın kiliddir, yazmışız, çiftlikdir. Yəni nişanəsi qoymuşdu ki, tapılsın. Mən yenə sizə çox soğuk verim. Valla buzlar dolardı, siz məni saç-baş saldırıb, nə qədər vacib işlərimiz olsa, qardaşım ağır xəstədir, onkolog xəstədir, problemlərimiz çoxdur, siz dolara ehtiyacım var. Bir gidiyor, Nəşət babana da yeri yok hocam. Həzə bir həyətə girdik, orada da çıkabildik. Piyada gelip çıkmışam, orada bizim köyde yerimize. Adı siz orada çok hoşsunuz değil mi? İşte o kabakçı yerini ben neler verdim orada. 20 ildir bizim məbədimiz buradır. O gelenler, oraya yakışanlar ki var idi, maşın sahibi verdi, bir kadın da kalmıştı, o da telefonda kalmıştı. Gelebilirler, toparladılar, yelkilik esasları. Ben çok şart oldum, sağ olun. Beyaz dedim, Rumana Hanım'ın əsrlər Laçındandı. 2 polis kardeşi 91-94. yıllarda Qarabağın işğalından azad olmasından şəhid olub. Yani bu yüzden
Allah şəhid Allah rəhmət etsin. Burada vətənpərvərlikdən söhbət edirlər. Azərbaycan xalqının sizin o illərdə, bax, vətənpərvər şairinə bir baxın. Bayram müəllim, sizin də xidmətiniz çox böyükdür. Bütün ömrünüzü vətənpərvərliyə həsr edirsən. Buyurun, söz sizin. Bugün bu güzel insanların arasında sizin bu hoş gününüzdə gəldiyim üçün ən əvvəla bu tanıma minnətdaram ki, mənə belə gözəl açıqlama ilə söz verirsiniz. İcazə verin, mən bu an burada sizin bu gözəl çıxışınızı, bu gözəl deyək ki, toplamımızı belə bir formada başlayayım. Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin Xətai rayon şöbəsinin fəxri üzvü seçilmiş vətənpərvər, sülhsevər şair Bayram Aşıqlı olaraq hər birinizi salamlayıram. Nə yaxşı ki, bugün Xəlil müəllimin bu şad günündə, jurnalımızın yubileyində vətənpərvər insanlarımızın şəklərimizin, bizim yolumuzda bəyək gözəl çıxış elədiniz ki, onların hesabına bugün biz buradayız. Doğrudan çox belə ürəyə yatmalı və ürəkdə daimi yaşamalı fikirlərdir bunlar. Yəni, nə qədər Azərbaycan var, bu söz yaşamalıdır. Necə bax, bugün bu jurnalımızın üzündə yaşadırıq dahilərimizi. Deməli, burada nə qeyd eləmişəm? Xəlil müəllim bu yolda sizi yorulmayasınız. Bizim əsas deyəcəyim də odur ki, bizim belə dahilərimizdən çox olsun. Azərbaycanımız bütün dünyada görünsün, tanınsın, yaşasın. Böyük Azərbaycan, yaşasın. Bölünməz Azərbaycan. Eşq olsun, bu qədər vaxtımıza öpürəmlərdir. Bax, yekunlaşdırmaq lazımdır məclisimizi, amma söz vermək lazım. Əlbəndə müəllim. Əlbəndə müəllim. Dəvət eləmişsiniz belə gözəl şəxsiyyətlərlə tanış olanlar. Allah sizin canınızı salamat eləsin. Allah sizin jurnalınızı 20 illik, 30 illiyinə gəlir, 50 illiyinə gəlir. Sizin bu dəyərimizdən nə gəlir? Köməyimizi əsirlər etmərik. Allah canınızı salamat eləsin. Sağ olun. Bayramınız mübarək. Hörmətli qonaqlar, dostlar, mənim əzizlərim. Mən əlbəttə ki, tərkeşi eləsəydim, birinci yarı öz kəndçimə, öz uşaqlı dostuma söz verməydim. Biləyyətən sağladır ki, bu bizimki deyib, bir dəfə də mənə tərbiyyə olsun, bunlar daha inciməzlər. Amma Məmmədov, danışın. Sizin söz sizindir. Çox sağ olun, Xəlil müəllim. Mən biraz sizi kimi gözəl danışa bilmərəm. Müəyyən səbəbləri var. Amma fikrini istəyirəm ki, izah edə biləm. Birinci növbədə mən sizin hamınızı salamlayıram. Xəlil müəllim, təbrik edirəm. Dedim də birinci, 20 il həyatında Vyetnamda keçirən insanlar. O günlər olsun ki, çoxlu yubileyləri jurnalda keçirməyə qismət olsun, nüsxələri də dəfələrlə artsın. Sizdə çox istedad var, onu siz bu jurnalda indi 50 il keçib, indi gördüm ki, həqiqətən istedadlı bir redaktordur, baş redaktordur. Ona görə ki, Şəlalə qəzeti, haradasa bayaq çöldə olanda Şəlalə qəzetində adı çəkildi, siz dediniz. O Şəlalə qəzetində Xəlil müəllimin şeirləri çap olunurdu. Məktəbdə oxusaq da indi uşaq illəri idi, həvəslə oxuyurduq. Tələbə yoldaşı şeir yazır. Çox istedadlı, elə qabiliyyətli bir insandır. Mən çox şadam ki, siz mən də dəvət eləmişsiniz bura. Ürəklə gəldim, keyfim yaxşılığıyla gəldim ki, bu sevinci sizlə bir yerdə böləm. İndi biraz kənarda düz deyil, Xəlil müəllim Vyetnam. Mən 20 il Saxalində işləmişəm. Azi neft texnik institutunu qutarandan sonra. Müəyyən vəzifələrdə, yəqin ki, çəkmirəm adını. Ondan sonra dəvət ediblər Vyetnama, Vyetnamda işləmişəm. Orada işləməkdən ləzzət almışam, ağır da olsa, dənizdə işləmişəm, platformaları idarə eləmişəm orada. Bir də onu mütləq eləyəm ki, Vyetnamlılar Azərbaycan millətini çox yaxşı tanıyırlar, hörmət edirlər, çox istəyirlər. Bizim bütün dərdlərimizlə ortaqdılar, müvəffəqiyyətlərimizi də ortadan bölürlər. Məsələn, bir misal gətirim, hörmətli prezidentimiz İlham Əliyev 1917-ci ildə gələndə
Bu sizin gözəl jurnalınızın baş səhifəsini hansı ki tamamlayır. Heydər Əliyevin 94 illiyini keçirməyə ortaq olmuşdular. Bizim səfirimiz də İmanov, Anar İmanov da iştirak eləmişdi Əliyevlə bir yerdə. Çünki bu millət bizi çox istəyirlər. 67-ci ildən birinci qrupa Vyetnamlı gəlib bizim institutda təhsil almağa başlayıblar. O cümlədən də başqa institutda əsas Azərbaycan Neft Kimya İnstitutu tələbələri oldular çoxları. Biz də xalq təsərrüfatından da oxuyuruq. Bəli, çox institut, amma hamıdan çox Azərbaycan Neft Kimya İnstitutunda oxuyublar. Bunda səbəbi nə olur? Kökü hardan başlayıb? 1959-cu ildə Xoşimil Bakıya gələndə neft yataqlarını görüb, neft çıxaran görüb, Qara şəhər deyildi, biz indi Ağ şəhərdir. Orada nefti görüb deyirdi, mən də istəyərdim ki, mənim də ölkəm neft çıxarsın. O səbəbdən işləyə rəhbərlik səviyyəsində, mütəxəssislər səviyyəsində orada çoxlu mütəxəssislər var neftdə. Bu dəqiqə Vyetnam nefti idarə edilənlərin 70-80% bu Azərbaycan Neft Kimya İnstitutunun qutaranların adınadır. Bunlar çox gözəl inkişaf edir Vyetnam. 75-ci ildə Şimali Vyetnam və Cənubi Vyetnam birləşəndən sonra çox irəli gedirlər, çox sürətlə. Bizi ən çox tanıyan Vyetnamdır. Bizi birazca kənarlarda az tanıyırdılar Sovet hökuməti səbəbindən də. Amma Vyetnam bizi çox tanıyır, çox da hörmət edirlər. Onlarda da müharibələr olub. Müharibə orada qutarıb, Şimali Vyetnam, Cənubi Vyetnamla birləşib. Allah qoysa, biz də Cənubi Vyetnamla da siyasi razılıqlarla yaxşı yaşasaq, özü böyük bir şeydir. Mən biraz çox danışdım. Mən ailəmlə orada yaşamışam. Böyük hörmətimiz var idi Vyetnamda, Azərbaycanlıyıq deyə. Qızım orada orta məktəbi qızıl medalla qutarıb, indi Çində bu dəqiqə magistraturanı oxuyur, sabahların diplom müdafiə olacaq. Mən sizin də ailəmizə xoşbaxtlıq arz edirəm. Çox böyük insanlarsınız ki, Azərbaycanı kənarda tanıtmaq lazımdır. Hansı ki, siz hamınız onunla məşğul olursunuz, həm də ki, sizin böyük imkanlarınız var. Mən sizə təşəkkür edirəm. Bu mənim ən çox xoşuma gələn bir şeydir. Məni tanımasalar olar, amma xalqı tanıtmaq bu böyük bir şərəfdir. Bu jurnallar vasitəsilə hamısı ilə kimin əlinə nə bacarır, onu eləyirsə, çox gözəl. Çox sağ olun, can sağlığı arzu edirəm sizə. Sülhlü, günəşli səma arzu edirəm Azərbaycana. Sağ olun. Yoldaşların tüdüyü, ağalar, cəmətlər, bazılar, qardaşlar qutardılar. Amma mən bilərəkdən ən çox bilirəm. Neçə gün xanımı söz var. Sən olar mı? Mediatoruna? Hər şey nəzərə gəlir. Rahat olun. Xanımın təlimat bir başqadır. Orada təhsil almışam, bax, mənim tələbə yoldaşım. Şeyh olar, buyurun bir istəyənlər. Çox xoş oldu ki, mənə belə söz verdiniz. Buradakı hər bir kəsə salamlar deyirəm. Və onlara böyük minnətdarlığımı bildirirəm ki, bura vaxt ayırıb, gəlib bu yubileydə iştirak edirlər. Mən sizlə təbrik edirəm, Xəlil müəllim. Sağ olasınız. Bu sizin uğurlarınızdır. Bu sizin qazandığınız nailiyyətlərdir. Allah kömək olsun. Biz ilk institutu bir yerdə qutarmışıq. Elmi texniki konferanslarda iştirak eləmişik, həmişə bir yerdə iştirak eləmişik. Bir yerdə də gənc mütəxəssis kimi neft qayırma zayətlərindən, neft maşın qayırma sənayəsi zavodlarında birgə işləmişik. 5-6 il bir yerdə çalışmışıq, aparıcı mühəndislərdən aparmışıq. Sonra mən Nizami Süleymanov rəhbərlik etdiyi o institut fizikada laboratoriya müdürü mən işlədim. Mən ilk növbədə həmişə mən bunu bir texnik kimi bilirdim. Bizim hərbi hazırlıq var idi. Axırda hərbi hazırlıqdan biz necə deyirlər, o zabit kimi dövlət imtahanı verirdik. Həmişə də oturardı, birgə olardıq, həmişə bir yerdə olardıq. Bunun gözəl şeir deməyi var idi.
Deyirdim ay kişi, mən səni bir texnik kimi tanıyıram, axı bu yazıcı kimi vaxt tanıdıqdan şair kimi tanıyıram. O qədər gözəl şey deyərdi ki, o yaşıl oxtanışında oturub həmişə onun şeirlərinə qulaq asardım. Bir müddət keçəndən sonra gördüm ki, gözəl bu jurnal Şəxsiyyət qəzetinin redaktörü oldu. Çox sevindim. Gedib onu orada ilk növbədə getdim, mən təbrik elədim, birinci növbədə mən təbrik elədim və sənin bu uğurlarına görə çox-çox minnətdaram sizə. Sağ olasınız, Allah gözə gəlsin, həmişə gələcək müvəffəqiyyətlər əldə eləyəsiniz. Sizə sağ olun. Sağ olun. Mən indi ayağa ona görə durdum ki, mənim dediyim sözlər xanım üçündür. Azərbaycanda hər 4 ailədən birinin bu və digər dərəcədə ailə üzvü birinci və ikinci Qarabağ müharibəsində bu və digər əziyyət çəkən yaralananlara tələb olunur. Bunlardan biri də mənəm. Mənim də qardaşım birinci Qarabağ müharibəsində Marqışovan kəndində təxtərin oranda. O da kənddən yığıldı. May ayının 12-si atəşkəs imzalandı, 9-u bu yara aldı. Sonra yaralısına görə rəhmətə getdi. Bizim qarşımızda xanım var ki, onun 2 qardaşını itirdi. Mən sizin hamınızın adından, öz adından əlbəttə ki, xanım sizə başsağlığı vermək yox, göz aydınlığı bəzi vermək istəyirəm ki, siz qəhrəman başçısınız. Bu ən gözəl titul. Sizin ailəniz 2 nəfər insanı bu azadlığın yolunda qurban verir. Bu real bir qurban və real bir azadlıqdır. Bugün sizin bəlkə hamınız Qarabağa getmişsiniz, mən də 4 dəfə getmişəm, təbirlərəm. Mən Uşa gəzəndə ürəyim qürurla böyüdüm. Çünki mən Salovyonu verilişimdə Rus Slavyon bilirsiniz və Şidisədmin, o da 2 dəfə çıxış etmişəm. Mən orada erməni kommentatorlarla Rus dilində deyirəm. Erməni kommentator mən deyəndə, вы, если вы такие герои, идите, берите, да, земли, кто вам мешает? Mən onda xəcalət çəkirdim, onda biz cunallar oluruz. Amma biz bugün Şuşada belə bir çəki çəkirik, bir selfimiz çəkirik, birimiz belə dururuq, sıqlandı deyib, istəkən olsun üçün, mənim dediklər nə oldu? Bunu bizə prezident yaxşı etməyə bu qəflərdir. Sizin kimi insanların qardaşları da var olsunlar. Min yaşasına var. Və bununla da hesab edən fərdili biz işin aşağıda. Çox sağ olun, çox sağ olun. İştirak necə keçdi heç bilmədim. Çünki hər kəsin söhbəti maraqlı idi, fikirləri maraqlı idi və tarixi şəxsiyyətlər jurnalına ən azı bir neçə 10 illik yubiley arzulayırıq və o yubileydə sizin də payınız olsun. Burada iştirak edən layihə rəhbərlərinin də payı olsun ki, yəni jurnal həmişə belə keyfiyyətli, baxımlı çap olunsun. Yəni bir jurnalistin jurnalistlər arzusu nə ola bilər? Yəni onların hamısını sizə arzulayıram. Sizin də iştirakınıza görə təşəkkür edirəm. Cənab General, onlar da belə müraciət edirəm. Dəvət edəcəm. Dəvət eləsəz də eləməsəz də gələcəm. Çünki bu bizə yaxında məlumat verdiniz, yəni ən azından jurnalistikanı qoyaq bir kənara, bir Azərbaycanlı kimi borcumuzdur ki, bizim başımıza gətirilən oyunlardan hamımızın xəbəri olsun. Xəbər bilmək üçün o müzeyə getmək mütləq lazımdır və öz adımdan da söz verirəm ki, dost, tanışlar, həmkarlar arasında bu müzeyi təbliğ edəcəm ki, daha çox insan ora gəlsin, daha çox məlumat alsın. Çox sağ olun.